Realda xəbər axını davam edir. Sosial hüquqları ilə bağlı məlumatlı olmaq istəyənləri verilişimizə baxmağa dəvət edirik, çünki obyektiv efirdədir. Uşağın sosial-psixoloji inkişafı üçün sağlam ailə mühiti çox önəmlidir və bəzən bu mühit uşağın öz doğma, bioloji ailəsi tərəfindən yox, tamam başqa bir ailə tərəfindən təmin edilə bilir. Bəs bu mühitin formalaşması üçün kimlər hansı məsuliyyəti daşıyır? Bugünkü mövzumuzu bu suallar ətrafında qurmuşuq, qonağımla birgə müzakirə edəcəyik. Amma əvvəlcə gəlin görək ölkənin sosial gündəmi necədir? Beləliklə Dost TV-yə bağlanırıq. Həmkarım xanım Yadigarlı elə bu barədə danışacaq. Buyurun, söz sizdədir. Salam Aybəniz, təşəkkür edirəm. Beləliklə Dost TV-nin təqdimatında xəbərlərin icmalına başlayırıq. İşğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən işə götürənlərlə növbəti görüş olub. Nazir müavini Vüsal Nəsirli Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən məşğulluq proqramları və bu sahədə işə götürənlərlə fəal əməkdaşlıq şəraitində görülmüş işlər barədə məlumat verib. Postmüharibə dövründə sosial istiqamətlər üzrə 131 min şəxsə 374 min xidmət göstərilib. O cümlədən 106 min şəxsə 119 min aylıq sosial ödəniş, 24.500 şəxsə birdəfəlik ödəmə təyin olunub. Şəhid ailələri və müharibə əlillərinə 6800 mənzil və fərdi ev verilib. Habelə 567 müharibə əlilinə avtomobillər təqdim edilib, həmçinin 25600 şəxsi məşğulluğu təmin edilib. Ağdaşda əmək münasibətləri və məşğulluq müasir çağırışlar və rəqəmsal həllər mövzusunda konfrans keçirilib. Konstitusiya və suverenlik ilinə həsr olunmuş tədbir Dövlət Əmək Müfəttişliyi Xidməti, Dövlət Məşğulluq Agentliyi və Ağdaş rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə olub. Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevral ayının müavinə təqaüd və ünvanlı dövlət sosial yardım ödənişləri başa çatıb. Qeyd edək ki, fevralın 11-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu fevralın 25-də isə bölgələrdə yaşayan şəxslərin habelə güzəştli şərtlərlə təyin edilmiş pensiya ödənişləri yekunlaşıb. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Birləşmiş Krallıqda yerləşən The International 100 Magazine beynəlxalq qurumunun müsabiqəsində qalib seçilib. Agentliyin tibbi şəhadətləndirmə alt sistemi 500-dən çox qurumun iştirak etdiyi müsabiqədə ilin rəqəmsal layihəsi ali mükafatına layiq görülür. Bu həftəyə təqdim edəcəklərimizdən bu qədər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Söz yenidən həmkarım Aybəniz Məhərrəmovadadır. Ətraflı məlumatlar üçün təşəkkür edirik dostlar. Biz isə Real Televiziyasının studiyasında öz işimizi davam etdiririk və artıq qonağımız da studiyamızdadır. Beləliklə, Sosial Xidmətlər Agentliyinin valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdürü Cavid Şahmaliyev bizimlədir. Xoş gəlmişsiniz. Salam, xoş gördük. Cavid müəllim, biz bugün valideyn himayəsindən məhrum olmuş uşaqların gələcəyindən danışacağıq. Amma əvvəlcə istəyirəm bilim ki, ümumiyyətlə son dövrlərdə sosial xidmət müəssisələrinə düşən uşaqların sayında artım və yaxud da ki, azalma varmı? Necədir dinamika? Minnətdaram. Valideyn himayəsindən məhrum olmuş uşaqların həyat şəraitinin yaxşılaşdırılması, onların sosial planda müdafiəsi daim bizim dövlətimizin və o cümlədən də Nazirliyimizin və agentliyin qarşısında duran əsas məqsədlərdən biridir və bildiyiniz qədərilə 2022-ci ildən sonra ölkə rəhbərliyinin müvafiq fərmanından sonra valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələrə yerləşdirilməsi, o cümlədən müəssisədən ailəyə qaytarılması istiqamətində tədbirləri artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri həyata keçirir və həmən dövrdən etibarən bu sahədə bir sıra işlər həyata keçirilmişdir ki, bu da nəticələrə təsir eləmişdir. Yəni, o müəssisəyə yerləşdiriləcək uşağın müəssisəyə düşməsinin qarşısını almaq üçün iki vacib zərurət və yaxud iki vacib prinsipə riayət olunur. Bu prinsiplərdən biri uyğunluq prinsipidir, digəri isə zərurət prinsipidir. Zərurət prinsipi budur ki, uşağın ailədən ayrılmağı son zərurətdirmi? Əgər son zərurət deyilsə, uşaq ailəsində, doğma bioloji mühitində qala bilirsə, biz sona qədər sosial dəstək tədbirləri ilə, təbii ki, qiymətləndirmədən sonra sosial dəstək tədbirləri ilə çalışırıq ki, uşaq ailədə qalsın. Əgər uşağın ailədə qalması son zərurət, yəni qalmaması artıq zərurətdirsə, o zaman uşağın ailədən ayrılması və qayğı ilə əhatə olunması bu zaman uşaq evinə və yaxud himayədar ailə qayğı növünə və yaxud sığınacağa, yəni uşağın mövcud sosial, emosional halına uyğun olan qayğı növü uyğunluq prinsipinə əsasən uyğunlaşdırılır və bu o deməkdir ki, son 2-3 il ərzində ailədə saxlanılan uşaqların sayında irəliləmə var. Uşaqların müəssisəyə düşməyinin sayında azalma var. Bu da ondan irəli gəlir ki, bütün müraciətlər qiymətləndirilir
multidisiplinar komanda tərəfindən, yəni çox profilli komanda tərəfindən müdaxilə var və qiymətləndirmələr mərhələli şəkildə həyata keçirilir. Hər mərhələdən sonra qərar vermə var və yekunda təbii ki, ailədə uşaq saxlanılacaqsa, ailələrə yönəlik ailə inkişaf planlarının tərtibi həyata keçirilir. Cavid müəllim, övladlığa götürmə prosesi haqqında istəyirəm biraz da danışaq. Bu prosesin amma mürəkkəb olduğunu deyənlər var. Bəli. Siz necə düşünürsünüz? Prosesi bundan da sadə etmək mümkündür? Ümumiyyətlə, bizim birinci məsələmiz nədir? Biz övladlığa götürmə sahəsində qanunvericiliyi uşaq mərkəzli elədik. 2019-cu ildən keçirilən dəyişikliklər, bunlar hamısı övladlığa götürmə sahəsindəki qanunvericiliyi uşaq mərkəzli elədi. Amma ictimaiyyət gərək uşaq mərkəzli düşünsün. Əgər uşaq mərkəzli düşünsə, insanlarımız bu barədə məlumatlı olsa, onda biləcəklər ki, uşağın mənafeyi hər şeydən üstündür. Uşağın mənafeyini nəzərə almaq üçün bu qiymətləndirilməlidir. Uşağın mənafeyini nəzərə almaq üçün uyğunlaşma prosesi, adaptasiya prosesi nəzərdən keçirilməlidir. Övladlığa götürmə qədərki halı uşağın övladlığa götürmə prosesində ondan sonraki uyğunlaşması olduqca önəmlidir. Valideynlər də bu prosesdə gələndə həyəcanlı gəlirlər. Təlim mərhələsində onların bütün həyəcanları, qorxuları, sevincləri, arzuları, kədərləri, keçmiş travmaları və ondan irəli gələn atdıqları addımları və s. hamısı ortalığa çıxır və həqiqətən də hərdən belə bir vəziyyətlər olur ki, biz ailələrə deyirik ki, bəlkə biraz daha bu barədə düşünəsiniz ki, siz hazırsınız ya yox. Yəni, tam hazırlıqlı olun və biz bundan ötürü ailələrə bütün dəstəyi göstəririk. Həm pedaqoji təlim dəstəyi, həm psixoloji dəstəklərimiz var və ümumilikdə övladlığa götürmə prosesinin özündə belə ailə uşağı götürdükdən sonra ailə tək qalmır. Bilirsiniz, uşaq 18 yaşına qədər hər hansı bir uyğunlaşma problemi olarsa, məsələn, deyək, övladlığa götürüb məktəbdə uyğunlaşma çətinliyi çəkir. Çünki övladlığa verilən uşaqlar valideyn himayəsindən məhrum olmuş uşaqlardır. Valideyn himayəsindən məhrum olmuş uşaqlarda müəyyən travmaları, keçmişləri və təcrübələr olan uşaqlardır. Bu təcrübələr yaxşı, pis uşağın həyatındadır və bu təcrübələrlə necə rəftar etmək olduqca önəmli sualdır və biz valideynləri kör-körana yox, sosial normalarla, yəni normativ normalarla yox, daha çox mənəvi motivlərlə prosesə yaxınlaşmağı və prosesin hər bir mərhələsində uşaq mərkəzli düşünməyə dəvət edirik. Bu dəvətimizin də əsas məqsədi təkcə uşaq deyil. Valideynlər, məsələn, övladlığa götürmə prosesində valideynlər uşaqdan gizlətməyə çalışırlar. Biz onlara izah edirik ki, uşaq üçün əgər vaxtında deyilsə, məsələn, 4-6 yaş arası qanunvericilikdə dəyişiklik edilib ki, uşağa məlumat verilməlidir. Deyilsə, bu uşaq üçün də faydadır. Nəinki uşağın mənafeyini xidmət edir, həmçinin sizin üçün də faydadır. Cavid müəllim, açığı mən bu prosesdə heç vaxt olmamışam. Yəni, bir müraciətim olmayıb deyə bilmirəm, amma mən sizlə razıyam. Əgər biz bir uşağın gələcəyindən danışırıqsa, bunu nə qədər asan edə bilərik ki? Yəni, gərək bu barədə də düşünək. Asan tərəfi bilirsiniz nədir? Çox müraciət olduqca asandır, elektrondur, şəxsi kabinet yaradır, şəffaflıqdır, kabinetindən bütün prosesi idarə edir. Bu müddət həm də düşünə bilərlər onlar ki, bəlkə qərarlarından vazgeçəcəklər sonda. Bunun özü də bir şansdır, mən deyərdim. Cavid müəllim, bir sayılı uşaq evi sosial xidmət müəssisəsində olmuşam. Gül kimi balalardır doğrudan da, çox ağıllıdırlar. Təəssüf hissi keçirməmək mümkün deyil. Düzdür, hamısı ilə mən söhbət etmək imkanım olmadı, vaxt məhdudiyyətinə görə, amma bəziləri ilə danışa bilmişəm. İndi biz həmin müsahibələri təqdim edəcəyik, amma əvvəlcə istəyirəm onu deyim ki, uşaqların üzünü göstərməyəcəyik. Əgər biz uşaqlarımızın gələcəyindən danışırıqsa, bu cürdə olmalıdır. Ona görə icazənizlə müsahibələrimizə baxaq, daha sonra davam edəcəyik studiyamızda. Neçə vaxtdır buradasınız? Biz burada 6 ay buradayıq. Böyüyəndə kim olacaqsınız? Nəyə marağınız var? Mənə heyvan həkimi. Baytar. Bəs sən? Xalça. Toxuya bilirsən? Bəli. Burada öyrədiblər sənə xalça toxumağı? Bəli. Bəs niyə baytar olmaq istəyirsən? Çünki mən heyvanları çox sevirəm. Daha çox hansı heyvanı? Pişiyi. Sən heyvanları sevmirsən? Sevirəm. Hansı heyvanı? İti. İti daha çox. Mən də itləri çox sevirəm. Pişikləri sevmirsən? Xeyr. Niyə? Adamlara cırmaqlayırlar, dişləyirlər. Axı it də adamı dişləyir.
Amma cırmaqlamır. Cırmaqlamaq daha pisdir. Bəli. Həftə sonları nə edirsən? Oyuncaq oynayırıq, dərslərimizi eləyirik, televizora baxırıq, çölə çıxırıq. Qar yağanda çıxdınız qartop oynamağa. Bəli. Ümumiyyətlə qartop oynamağı sevirsiniz yoxsa yox? Mən biraz sevmirəm. Belə uşaq var ki, qartopu sevməzsən. Sən necə qarı sevmirsən? Bəs sən də sevmirsən o qədər? Mən sevirəm. Kim böyüyəndə kim olacaq? Nəyə marağı var? Mən hüquqşünas olacağam. Rəqs müəllimi. Rəqs müəllimi. Həkim. Hüquqşünas olmaq istəyirsən. Niyə? Uşaqların hüququnu qoruymaq. Uşaqların hüquqları hansılardır? Sərbəst nəfəs almaq, sərbəst fikir söyləmək, oyun oynamaq, hərəkətə çıxmaq. Sevirsən yeməyi? Bəli. Çox sevirsən özdən. Mənim ən sevdiyim yemək ətdir. Ət sevirsən. Aha, sonra Əti kim sevmir? mən Niyə? sevmirəm, xoşum gəlmir. Mən tərəvəz sevirəm. Mən çilələk. Çilələk, çiyələk. Sənin burada Şəfiqə. bir qardaşın var. Bir də bacım. Bir qardaş, bir bacı. Onlar səndən balacadılar yoxsa böyük? Bacım böyükdür, qardaşım balaca. Onlar da səndən eyni vaxtda gəliblər bura. Mənim də 2 dənə bacım var, amma burada deyil. Şüvalanda qızlar gimnaziyasında hal-hazırda qalır. Orada qalır. Görürsən tez-tez onları? Tədbirlərdə. Hə, gedirsən. Tədbirlərdə necə görüşürsüz? Tədbirlərdə gedirik, bir də görürəm bacım ordadır. Gəl salam görüşürəm. Bəs gəlmir bura? Ya sən ora gedib görüşmürsüz hardasa? Yox, biz tətillərdə evə gedirik. Onda bacım da orada evə gəlir. Hə, ora gəlir. Zəhra, sənin dişinin biri hanı? Hanı bu qabaqdakı dişin? Xəl buzla vurub ona görə çıxıb. Kim buzla vurub? Kim vurdu? Xəyal dənə qar topu atanda ağzı açıq idi, qar gəldi, dişi vurdu. Kim atanda? Xəyal burdadır. Şəbnəm, sən hardansan? Mən Kəlbəzərdə danışmışam. Heç Kəlbəcərə Mən getmisən? daşqında bir dəfə getmişəm. Daşqında? Nə demək istəyir uşaqlar Zəhra? Yəni dədə. Daşqın nə deməkdir? Yəni çoxlu daş olan yerdə yaşayıram. Kimin hara marağı var? Nə olmaq istəyirsiniz? Kim olmaq istəyirsiniz? Mənim hədəfim 2 dənədir. Amma ikisindən birini seçməliyəmdə. Bir üzgüçü olmaq, bir də kvaliteti. Bəs Nuray? Mən rəqqasə olmaq istəyirəm. Hardandır bu həvəs səndə Nuray? Niyə rəqqasə? Bütün uşaqlar rəqqasə olmaq istəyir. Mənim anam birinci rəqqasə oldu. Anan rəqqasə olub. Aha, sən də ondan görmüsən, həvəslənmirsən. Bayaq dedilər, sən əlaçısan. Riyaziyyatı yaxşı bilirsən. Yoxsa alamıram. Hətta əla. Bəs Azərbaycan dili? Azərbaycan dilində. Vurma cədvəlini əzbər bilirsən. 5-ci sinifin dərsini bilirəm. 5-ci sinifin hətta dərsini. Yaxşı. 4 vur 8. 32, Aha. 5 vur 7. 65, 8 dəfə 9. 72. Deməli, boş vaxtlarında nə edirsən? Kitablar oxuyuram, oyuncaq oynayıram. Bu il başlayandan 24 dənə kitab qurtarmışam. Hal-hazırda Tom Sawyerin macəralarını oxuyuram. Mark Twain yazıb. Nuray, sənin gözlərin nə qəşəngdir. Sənə deyiblər heç ki gözlərin qəşəngdir. Ceyran gözdür, gözləri belə uzun. Ağayar da yaraşıqlıdır amma. Ağayarın da gülüşü qəşəngdir. Bir dəfə tədbirə getmişdik, hamı bunun adını soruşurdu. Kim soruşurdu? Qızlar? Həm qız, həm də oğlan. Deməli, qızların qəlbi ağayar, hə? İndi hamı sizi izləyir. Bütün Azərbaycan. Nə demək istəyirsiniz? Demək istədiyiniz nəsə var? Yəni ağıl insanın ən böyük sərvətidir. Oxumaqdan başqa şeylər eləməyin. Ancaq oxu. Arzularınızın dalında gedin. Davam eləyirik. Cavid müəllim, övladlarınız var? Bəli, var. Var. Qız, oğlan yoxsa necə? Qızlar. Ancaq qızlarınız Bəli, var. Hə, nə yaxşı. Soruşacaqdım ki, qızla oğlanın arasında fərq qoyursunuz ümumiyyətlə. Səmimi olacağınıza mən inandığım üçün bu sualı vermək istədim. Ümumiyyətlə son dövrlər uşaqların anadan olmamışdan öncə biz artıq öyrənə bilirik də bu qızdır və yaxud da ki, oğlan. Amma bu o demək deyil ki, biz bunu öyrənməklə
qızdısa imtina edək, oğlandısa və yaxud da ki, imtina edək. Bu heç də bu demək deyil. Elə dövrlərdə olub ki, mədəniyyətlər fərqlidir. Bəzi mədəniyyətlərdə qız övladına üstünlük verirlər, bəzi mədəniyyətlərdə oğlan övladına. Mən bizdəki vəziyyəti öyrənmək istəyirəm. Statistikanı açıqlasaz, mənə elə gəlir ki, bizə artıq aydın olacaq ki, övladlığa götürməklə bağlı valideynlər müraciət etdiyi zaman bu cür tələbləri olurmu? Yəni qız olsun və yaxud da ki, oğlan olsun. Rəqəmlər necədir? Deməli, çox yaxşı məqamdır. Bu məqam ilk dəfədir efirlərdə biz bu gender dinamikasını danışırıq. Deməli, bir şey qeyd edeyim ki, biz ümumiyyətlə müasir bu tətbiq etməyimizdə övladlığa götürmədə alt sistemdə, yəni şəxsi kabinetində valideyn namizədlərə imkan verir ki, uşaqla bağlı istəklərini bildirsinlər. Məsələn, yaş istəklərini bildirə bilərlər, sağlamlıq istəklərini bildirə bilərlər, o cümlədən valideyn himayəsindən məhrum olma növünü bildirə bilərlər və bir sıra başqa istəkləri, dil və milliyyət istəklərini belə göstərə bilirlər orada. Və bunlar hamısı valideyn namizədlərin öz istəklərini nə formada büruzə verməyindən irəli gəlir. Təbii ki, tək qadınlar övladlığa uşaq götürmək üçün müraciət edəndə bu danılmaz faktdır. Bunun yəni tədqiqata da ehtiyacı yoxdur. Bir mənalı olaraq qız uşaqlarına üstünlük verirlər ki, qız uşaqlarını övladlığa götürmək istəsinlər. Tək kişilər əgər, məsələn, bizdə belə hal nadir hallarda olur, amma tək kişilər övladlığa götürmək üçün müraciət eləmək istəyəndə onlar da oğlan uşaqlarına üstünlük verirlər. Ailələr, yəni nicahda olan ailələr isə demək olar ki, istəklərində fərqi yoxdur seçiminə üstünlük verirlər. Nadir hallarda ya qız uşağına üstünlük verərlər, ya oğlan uşağına üstünlük verərlər. Azərbaycan reallığında övladlığa götürmədə istəkdə cins istəyindən daha çox yaş istəyi aktualdır. Qız və yaxud oğlan seçimi yox, daha çox yaş. Məsələn, 0-1 yaş arası olsun, başqalarına deməyim, gizlədim, uşaq bilməsin, mənim ailə demək ki, adətlərimi uşaqlıqdan, körpəlikdən qəbul etmiş olsun kimi bir yanaşmalar, normalar hakimdir bu övladlığa götürmə prosesinə valideyn namizədlər tərəfindən. Amma təbii ki, bəlkə də araşdırılsa istəklərlə bağlı, məsələn, qız istəyir, oğlan istəyir, bəlkə də arxasında bir tutarlı səbəb tapa bilmərik, amma qorxular da ola bilər. Nəzərə alsaq ki, ailələrin özünün matriarxal və yaxud da patriarxal olması, o ailədə kimin sözünün keçməyi, atanın yoxsa ananın sözünün keçməyi, kimin yekunda istəyinin adətən kişilər oğlan uşaqlarına üstünlük verirlər və bu da, yaxud qaynanalar, qaynatalar oğlan uşaqlarına üstünlük verirlər. Bu da gətirib yekunda seçimə təsir edə bilər. Amma bizim reallığımız başqadır. Bizim reallığımızda bərabərdir. Amma gəlin etiraf eləyək ki, indi qızlarımız da əvvəlki kimi deyil, gücsüz deyirlər, artıq çox güclüdürlər. Əvvəl necə idi? Qızlarımıza bir söz deyərdik, başımıza salıb aşağı deyərdik, hə, düz deyirsən, yaxşı, amma indi elə deyil. Qızlarımız da artıq özlərində o gücü hiss eləyirlər və biz gender bərabərliyi dedikdə daha çox bərabər hüquq nəzərdə tuturuq, bunu təbliğ edirik. Amma bərabər sevgi də önəmlidir axı. Gender bərabərliyi həm də bunu tələb edir. Gərək bunu da biz gündəmdə saxlayaq. Bir mənalı olaraq. Bəli. Cavid müəllim, heç də hər kəs övladını istəyərək uşaq evinə, sosial xidmət müəssisəsinə yerləşdirilir. Siz əvvəldə də, müsahibənin əvvəlində də qeyd elədiniz artıq ki, uşağın öz ailəsində qalması üçün sosial dəstək tədbirləri həyata keçirirsiniz. İstəyirəm gəlin biraz daha bu barədə detallı danışaq. Hansı istiqamətdə? Ola bilər ki, valideynlərin maddi durumu çox aşağıdır. Övladına baxmaq istəyir, amma baxa bilmir. Bilir ki, övladına yaxşı gələcək verə bilməyəcək. Ona görə sosial xidmət müəssisəsinə yerləşdirir. Bunun qarşısını almaq üçün müəyyən sosial dəstək tədbirləri həyata keçirirsiniz. Bəli, ilk növbədə onu qeyd edeyim ki, Səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə keçəndən bizim yaratdığımız alt sistemə, yəni uşaqların müəssisəyə yerləşdirilməsi ilə bağlı yerləşdirmə üzrə bugünədək 1639-dan çox müraciət olub ki, uşaqların yerləşdirilməsi. Bayaqları efinin əvvəlində mən bu barədə danışdım ki, biz hansı tədbirləri, prosedurları həyata keçirmiş oluruq. Yəni, burada uşağın mənafeyini sona qədər gözləyən, müşahidə edən bir sosial işçi var. Yəni, müraciət bizə daxil oldu. 3 iş günü müddətində dərhal o elektron alt sistem üzərindən biz idarə etməyə başlayırıq və sonuncu halqa sosial işçidir. Yəni, məsələn, müraciət deyək ki, Xaçmazdadırsa və yaxud Lənkərandadırsa, dərhal oradakı filial əməkdaşı, yəni agentliyin filialının əməkdaşı həmən ailəyə səfər eləyəcək, uşağın olduğu mühitə və ilkin qiymətləndirmə eləyəcək. İlkin qiymətləndirmənin məqsədi budur ki, biz baxaq ki, uşağın ailədən çıxarılması son zərurətdirmi? Yəni, son zərurətini biz o ilkin qiymətləndirmə zamanı müəyyənləşdiririk. Yox, əgər son zərurət deyil, uşaq döyülmürsə, söyülmürsə, etinasız münasibət yoxdursa, qarnı ac deyilsə və yaxud da hansısa bir təhlükə ilə üz-üzə deyilsə, demək ki, o uşağın orada qalmaq və ailənin
inkişaf elətdirmək, sizin dediyiniz məqama gəlmək və belə olan halda artıq biz daha əsaslı və yaxud əlavə qiymətləndirməyə keçid vermiş oluruq. Bəzən biz uşağın ailəsində saxlanılması mümkün deyilsə, qohumlarını nəzərdən keçiririk ki, kimlərə qohumlarına qəyyumluğuna verilmək və yaxud himayəsinə verilmək olar. Bu da mümkün olmadıqda himayədar ailə kimi nəzərdən keçiririk. Yəni, əsaslı qiymətləndirmədən sonra, daha detallı araşdırılmağından sonra əlimizdə bir plan olur. Ailə, sosial işçi və aidiyyatı qurumlarla birgə biz oturub fikirləşirik ki, əgər uşaq ailədə qalacaqsa, ailədəki böhran faktorlarını qiymətləndirmə zamanı üzə çıxardığımız böhran faktorlarının aradan qaldırılması üçün hansı tədbirlər görülməlidir, hansı istiqamətdə tədbir. Bilirsiniz ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ailələrə yönəlik sosial dəstək proqramları var. Sosial dəstək birbaşa yardımları var, ünvanlı dövlət sosial yardımı var, aktiv məşğulluq proqramları var, məşğulluq proqramları var və bunların hamısı ailə inkişaf planlarında ailənin, üzvlərinin imkanları, bacarıqlarını nəzərə alaraq nəzərdə tutulur. Əgər ailəyə ÜDS təyinatı aparılması mümkündürsə, təyinatın ailəyə ÜDS dəstəyinin verilməsi ilə maddi imkanlarının yaxşılaşdırılması kimi tədbir planı qoyula bilər və yaxud da işsiz ailə üzvü varsa, onun dərhal işsiz kimi qeydiyyata alınması və yaxud da işlə təmin olunması istiqamətində sosial işçi ailə arasında qarşılıqlı əməkdaşlıq şəraitində ailə inkişaf planının tədbirlərinin icrası məqsədi ilə tədbir görülmüş olur. Bu işin ən önəmli uğuru zamanında müdaxilə etməkdir. Zamanında müdaxilə eləyəndə bir kəlmə belə ailənin uşağı atmamağına və yaxud da uşağı qayğıdan məhrum etməyinə səbəb ola bilər. Bir kəlmə və yaxud bir səfər. Yəni, bəzən ailələr deyirlər ki, sağ olun ki, siz bu kəndə gəlib çıxdınız və bizim müraciətimizi cavabladınız. Elə sizin bu münasibətiniz mənim uşağa münasibətimi dəyişməyinə səbəb olacaq. Yəni, mən istəmirəm, uşağımı da yerləşdirmirəm və mən uşağıma baxacam. Yəni ki, əlimizdən gələni də eləyirik bu istiqamət. Cavid müəllim, suallarım bu qədər idi. Gəldiyiniz üçün çox sağ olun, minnətdarım. Əziz tamaşaçılar, Obyektiv verilişi efirdə idi və qonağım isə Sosial Xidmətlər Agentliyinin valideyn himayəsindən məhrum olmuş uşaqlarla İş Departamentinin müdürü Cavid Şahmaliyev idi. Məndən hələlik bu qədər, amma realda xəbər axını davam edir.